bürcü 3 aprel 2026-cı il. Gün ümumilikdə bütün sahələrdə uğurlu gündür. İş məsələləri həll olunur, maliyyə artımı var, yaxınlarla görüşlər də müsbət keçir. Amma bəzi qoçlar yenə də narahatlıq və tərəddüd üçün səbəblər tapmağı bacarır. Bu hal əvvəllər edilmiş artıq düzəldilmiş səhvlərin yaddaşda qalması ilə bağlıdır. İşlə məşğul olmaq və axşam fiziki aktivlik bu vəziyyəti yaxşılaşdırmağa kömək edəcək. Buğa bürcü 3 aprel 2026-cı il. Müstəqillik sizin əsas üstünlüyünüzdür. Məsuliyyəti öz üzərinizə götürməyin vaxtıdır və siz bunu yaxşı bacarırsınız. Ətrafdakılara kömək etməli ola bilərsiniz və bu nüfuzunuza müsbət təsir göstərəcək. Gözlənilməz xəbərlər sizi sevindirəcək. Vacib görüş və danışıqlar üçün imkan yaradacaq. Lakin sıx qrafik səbəbindən bir qədər həyəcanlana bilərsiniz. Əkizlər bürcü 3 aprel 2026-cı il. Uzun istirahət günlərindən əvvəl son gündür. Həftənin yekunlarını çıxarmaq, bayramlar üçün plan qurmaq və yaz üçün cədvəl hazırlamaq olar. Əsas hadisələri seçin. Unutmamaq üçün xatırlamalar qoyun. Qadınların verdiyi məsləhətlərə diqqət yetirin. Onlar tezliklə faydalı ola bilər. Səfərləri təxirə salmaq məsləhət deyil. Çünki sonradan buna vaxt tapmaq çətin olacaq. Xərçəng bürcü 3 aprel 2026-cı il. Gözlənilməz hadisələr çox olacaq. Bir tərəfdən maraqlı insanlarla tanış olub dünya görüşünüzü genişləndirmə imkanı yaranacaq. Digər tərəfdən isə bəzi planlaşdırılan görüşlərin baş tutmaması səbəbilə bir qədər neqativ hallar yaşana bilər. Belə vəziyyətdə emosiyalar ən yaxşı məsləhətçi deyil. Məyusluğa qapılmayın. Fikirlərinizi ifadə edərkən daha diqqətli olun. Şir bürcü 3 aprel 2026-cı il. Bütün gözləntilər doğrulmayacaq. Bəzi arzular həyata keçməyəcək, amma onların yerinə daha maraqlı və reallaşdırılması mümkün yeni ideyalar gələcək. Hadisələri tələsdirməmək və başladığınız işləri sakit şəkildə tamamlamaq vacibdir. Bu gün yaxınların məsləhətləri xüsusilə faydalı olacaq. Hətta az tanıdığınız insanlar belə maraqlı ideyalar verə bilər. Qız bürcü 3 aprel 2026-cı il. Yeni layihələrə başlamaq üçün gün o qədər də uyğun deyil. Yalnız bəzi kiçik işləri həftə sonuna qədər tamamlaya bilərsiniz. Amma artıq başladığınız layihələr yaxşı inkişaf edir və irəliləyiş görür. Bugün tanış olduğunuz insanlar gələcəkdə faydalı ola bilər. Ona görə yeni tanışlıqlardan çəkinməyin və gülümsəməyi unutmayın. Bu hamıya müsbət təsir edir. Tərəzi bürcü 3 aprel 2026-cı il. Hamı sizə baxır. Deməli, təşəbbüs də sizin əlinizdədir. Sizdən məsləhət və ya vasitəçilik istəsələr tələsməyin. Məsuliyyətlə yanaşın. Bu həm başqalarına öyrətmək, həm də özünüz yeni şeylər öyrənmə imkanı yaranacaq. Bayramdan əvvəl kiçik bir tədbir təşkil etmək olar. Korporativ görüş, dostlarla yığıncaq və ya fərqli şəraitdə görüş planlaşdırmaq yaxşı fikir ola bilər. Əqrəb bürcü 3 aprel 2026-cı il. Diqqət etməməyə çalışdığınız məsələlər indi ciddi şəkildə diqqət tələb edir. Onları həll etmək düşündüyünüzdən daha asan olacaq. Sadəcə fərqli yanaşma seçin və başqa sahələrdən üsullardan istifadə edin. Üstəlik əvvəl heç gözləmədiyiniz insanlar sizə dəstək ola bilər. Bəzilərini güclü arqumentlərlə, digərlərini isə konkret faktlarla inandıra biləcəksiniz. Ox atan bürcü 3 aprel 2026-cı il. Bütün maneələri dərhal aşmaq mümkün olmayacaq. Amma bu yarış deyil. Fərqli qeyri-adi yanaşma sınayın. Bu işə yaraya bilər. Eyni zamanda iş və biznesdə yeniliklər üçün ideyalar yaranacaq. Ən maraqlı tanışlıqlar səfərlər zamanı baş verə bilər. Ona görə də planlaşdırdığınız səfərləri təxirə salmayın. Havadakı romantik abu-hava da hiss olunacaq. Oğlaq bürcü 3 aprel 2026-cı il. Əhval-ruhiyyə artıq bayram abu-havasındadırsa, bu işi tamamilə kənara qoymaq üçün səbəb deyil. Plan qurmaq da faydalıdır. Fikirləriniz sürətlə inkişaf edəcək və sizi maraqlı nəticələri gətirib çıxaracaq. Tərəzilərin sizə verdiyi dərslər hədəf getməyin. Mübahisələrdə vasitəçi rolunu uğurla yerinə yetirmək şansı yaranacaq. Dolça bürcü 3 aprel 2026-cı il. Gün çox yaxşı başlayır. Bu imkandan istifadə edib səhər saatlarında maksimum nəticə əldə etməyə çalışın. Sonradan şərait dəyişə bəzi planlardan, vacib görüşlərdən imtina etməli ola bilərsiniz. Günün birinci yarısı iş və yaradıcılıq baxımından məhsuldar olacaq. Yeganə çətinlik maliyyə məsələlərində yarana bilər. Uğursuz xərclər əhvalınızı poza bilər. Balıqlar bürcü 3 aprel 2026-cı il. Məlumata diqqət yetirin. İşdə bu sizə üstünlük verəcək. Rəqiblərdən qabağa çıxmağa kömək edəcək. Amma yalnız yoxlanılmış məlumatlardan istifadə edin. Şəxsi məsələlərdə daha ehtiyatlı olmaq lazımdır. Təsadüfən öyrəndiyiniz sirləri başqaları ilə bölüşmək düzgün olmaz. Ev işlərinə diqqət ayırmaq, hədiyyələr barədə düşünmək daha yaxşıdır.